Salam əziz həmvətənlərim. Parijdən salamlayıram. Bugün ayın 27-si may ayı 2026-cı il. Ən gözəl günlərdən biridir. Müqəddəs Qurban Bayramı münasibəti ilə dünya Azərbaycanlarını, Azərbaycan xalqını, qeyrətli millətimi, namuslu millətimi Paris şəhərindən Qurban bayramımızı səmimi qəlbdən təbrik edirəm. Sizlərə can sağlığı arzu edirəm. Kəsilən qurbanlarınızı Allah qəbul etsin inşallah. Bəli, ən gözəldir. Azərbaycan dövlətimizin bütövlüyü bərpa olunubdur. Xan kəndində, Qarabağımızda, Şuşamızda, Kəlbəcərimizdə qurbanlarımız kəsilir. Allah o kəsilən qurbanlığı qəbul etsin. Bugün o Qarabağımızda, Ağdamımızda, Şuşamızda, mescidlərimizdə azan səsi gəlir, namazlar qırılır. Bəli, unutmalı deyirik ki, Ali Baş Komandan İlham Əliyev Heydər oğlunun daxili və xarici siyasətin nəticəsilə torpaqlarımız azad olunaraq, bugün o azad olmuş torpaqlarda, meçidlərdə namaz qılınır, azan səsi gəlir. Allah Ali Baş Komandan Cənab Prezident İlham Əliyevi qorusun. Allah şəhidlərimizi rəhmət etsin. Allah qazilərimizə, veteranlarımıza can sağlığı versin. Eşq olsun mənim qüdrətli xalqıma, millətimə. Bir daha da sizi Qurban Bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Hörmətlə beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru, beynəlxalq hüquq müdafiəçisi İsmail Zalov Paris şəhərindən sizləri salamlayır.